Salam, hər kəs xoş gördük. Əziz Dövlət Qulluğunun test imtahanına hazırlaşan şəxslər və ya müsahibə hazırlaşan şəxslər, hər birinizə maraqlandıran bir mövzu ilə sizin qarşınızdayım. Bilirsiniz ki, bu günlərim Dövlət Qulluğuna qəbul imtahanı keçirildi və Dövlət İmtahan Mərkəzinin atdığı bəzi addımlar var ki, onu mən bu videoda sizə izah edəcəm. Ona görə də hər hansısa bu qanunun izahı deyil, hər hansısa bir imtahan haqqında bir məlumat deyil, imtahan hansı suala düşəcək və s. Sadəcə indi bəzi nüansları mən sizin diqqətinizə çatdıracağam. Deməli, bu günlərim 15 may tarixində Dövlət Qulluğuna qəbul imtahanı keçirildi və mən də bu imtahanda iştirak etdim səhər saat 11-də BB kateqoriyası üzrə. Və imtahanın artıq daxil olduğum imtahanın gedişatı zamanı gördüm ki, bu mənə verilən suallar əvvəlki aylarındakı Dövlət Qulluğunun test imtahanına düşmüş suallardır. Və sonra başa düşdüm artıq gördüm ki, sən demə müəllimləri, sırf müəllimlərə əvvəlki aylarda və əvvəlki illərdə düşmüş sualları yenidən verirlər müəllimlərə. Bunun verməsinin səbəbi nədir? Müəllim sualı paylaşmasın, müəllim sualları çıxartmasın imtahandan. Onsuz da bilir ki, müəllim imtahana gəlməsində məqsəd sualları çıxartmaq, növbəti aydakı hazırlayıcı tələbələrə köməklik göstərməkdir. Yaxşı, bunu başa düşdük. İndi söhbət nədən ibarətdir? Mən imtahandan sonra dərhal 1653 nömrəsinə, yəni Dövlət İmtahan Mərkəzinə zəng elədim və Dövlət Qulluğu şöbəsinə bağlanaraq ən əsas sualımı verdim. Sual bundan ibarət idi. Əgər siz nəyə görə bilə-bilə, bunu əvvəldən bilirdisə, bu müəllim bu imtahanı iştirak edəcək, fərqi yoxdur, bu qanun oldu, məntiq oldu, Azərbaycan dili müəllimi oldu, əsas özümdən götürürəm. Nəyə görə bilirdiniz ki, Cəsur Fətəlizadə bugünkü imtahanı iştirak edəcək və ona əvvəlki qəbullardan suallar vermisiniz? Yaxşı, bunu bilirdinizsə, niyə əvvəldən mənə məlumat vermirdiniz ki, müəllim, siz imtahana gedirsiniz, sizə əvvəlki imtahan suallar düşəcək. Buna qabaqdan niyə məlumat vermirdiniz? Nəyə görə mən 82 manat ödəniş eləyib imtahanda iştirak etməli idim və mənə köhnə suallar təqdim edilməli idi? Söhbət o 82 manatdan getmir, əlbəttə ki. Əsas odur ki, demin bu barədə xəbərdarlıq etməməyidir. 2. Dövlət İmtahan Mərkəzinə mən bu barədə məlumat verdim. Dedim ki, hər hansısa bir ekspertiniz, Dövlət Qulluğu İdarəetmə şöbəsi, Dövlət Qulluğu şöbəsinin müdürümü, şöbə müdür müavinimi və ya hər hansısa bir şöbənin əməkdaşımı, səlahiyyətli olan bir şəxsmi sizin qurumundan buna bir aydınlıq gətirsin. Söhbət təkcə məndən getmir. Söhbət bütün müəllimlərə qarşı Dövlət İmtahan Mərkəzinin yürütdüyü siyasətdən gedir. Nəyə görə repetitorların, nəyə görə müəllimlərin sizə xoş təsir bağışlamır? Bunun səbəbi nədən ibarətdir? Birinci, bu suala açıqlamasını mən istəyirəm. İkincisi, nəyə görə bugünkü imtahanı ilin ən çətin imtahanı kimi salmısınız? Ələxüsus qanunu. Nəyə görə qanunun o qədər çətin bir suallar salmanızı və o suallar tərtib edən ekspertlər nəyə əsasən, nəyə fikirləşərək bu qədər çətin suallar tərtib ediblər, onu da bilmək istəyərəm. Və bundan əlavə olaraq mən Dövlət İmtahan Mərkəzinin özünün elektron saytına elektron şəkildə müraciət elədim. Əziz yoldaşlar, deməli, mən Dövlət İmtahan Mərkəzinin bir nümayəndəsinin mənimlə canlı yayıma çıxmasını və ya ona hər hansısa bir kursuma dəvət etməyimi və ya lazım olsa mən onların həmin aparatında gedib Dövlət İmtahan Mərkəzinin müəllimlərə qarşı Dövlət Qulluğu haqqında məsələlərə dair bir açıqlamalar verməsini istədim. Və bu barədə bu günə müraciətimi artıq ünvanladım. Düşünürəm ki, bu video həmçinin Dövlət İmtahan Mərkəzinin səlahiyyətli şəxsləri tərəfindən izləyir. Hansı ki, izləməsini də mən bilirəm. Nəyə görə onlar izləyir bu YouTube kanalını, sosial şəbəkələr və s. Bunların hamısını çox yaxşı şəkildə bilirəm və çox dərinə düşmək istəmirəm. Mənim sadəcə istəyim ondan ibarətdir ki, həm biz tərəfdən, həm də Dövlət İmtahan Mərkəzi tərəfindən yüksək şəffaflıq, yüksək keyfiyyət əsasında test imtahanı keçirilsin. Amma dediyim kimi, siz artıq Dövlət İmtahan Mərkəzi olaraq son dövrlərdə və son aylarda Dövlət Qulluğu sahəsində yürütdüyünüz siyasətin bir açıqlamasını mən istəyirəm sizdən. Və bu açıqlamasını istəməyimin də mənə hər hansısa çıxıb açıqlama vermək yox. Mənimlə bərabər hər hansısa bir, belə deyək də, canlı yayıma qoşulmaq, sizə suallarımı ünvanlamaq, nəyə görə imtahanlar 2 aydan bir keçirildiyi yerdə hər ay keçirilir sualını vermək istəyirəm sizə. Nəyə görə şəxslər müəllimlərə köhnə suallar təqdim olunur?
Bu sual vermək istəyirəm sizə. Nəyə görə dövlət qulluğu imtahan suallarını çətinləşdirmisiniz? Bu sual vermək istəyirəm sizə. Nəyə görə dövlət qulluğunun test imtahanından keçən şəxslər müsahibə mərhələsində bəzi maraqların toqquşmasının qarşısı alınmamağına, maraqların toqquşmasına səbəb olan hallarla rastlaşırlar? Bunun səbəbi nədir? Dövlət İmtahan Mərkəzinin bu sahədə rolu nədir? Bu barədə mən sizin hər hansısa bir səlahiyyətli nümayəndənizi mənimlə bərabər bu canlı yayıma çıxmaq və yaxud da ki, onu hər hansısa bir kursa dəvət edib orada üzbəüz söhbət etmək və ya mən sizin aparata gəlib orada bu söhbət etmək, söhbət etdik ərəfədə bunu ictimaiyyətləşdirmək məqsədi ilə video kadrın alınmasını sizdən tələb və xahiş edirəm. Və bu barədə də mən bu günlər sizin elektron saytınıza, yəni Dövlət İmtahan Mərkəzinin elektron saytından da öz müraciətimi göndərmişəm və müraciətimdə də əlavə hətta bəzi məqamlara diqqət etmişəm. İstəyirsiniz o məqamları sizin diqqətinizə çatdırım. Müraciətim bununla bağlı idi. Müraciətimi hər kəsə səsləndirirəm. Salam, mən Cəsur Fətəlizadə, Dövlət Qulluğu üzrə qanunverici fənn müəllimi. Bugün imtahanda mən də iştirak elədim. Lakin mənə əvvəlki aylardakı imtahan sualları verildi. Ümumiyyətlə son dövrlərdə Dövlət İmtahan Mərkəzinin bu sahədə fəaliyyətini tənqid edirəm. Sözüm budur ki, əgər mənə əvvəlki aylardakı suallar veriləcəkdirsə, bu barədə niyə əvəzlə məlumat verilmir? İstəyim budur ki, Dövlət Qulluğu şöbəsinin bir əməkdaşı ilə canlıda və ya qonaq edərək son dövrlərdə baş verənləri müzakirə etmək, nəzərə alasınız. 500 simvoldan olduğuna görə ikinci mesaj göndərmişəm. Bugün sizin əməkdaşla danışdım, yazılı müraciət etməyimi dedi, ona görə də buradan sizə yazıram. Bəli, şöbənizin bir əməkdaşı ilə dövlət qulluğu suallarını, baş vermiş dəyişiklikləri, sualların tərtibini, Dövlət İmtahan Mərkəzinin müəllimlərə qarşı mövqeyini və sair məsələləri müzakirə edək. Bu müzakirə əvvəlki mesajda qeyd etdiyim kimi YouTube canlı yayımında ofisə dəvət edərək və yaxud da sizin aparatda həyata keçirilə bilər. Artıq məncə hər şey sizə aydındır yoldaşlar. Mən bu barədə də dedim. Mənimlə bərabər digər müəllimlərə də əlbəttə ki, köhnə suallar təqdim olunur. Burada söhbət müəllimlərə köhnə suallar təqdim edilir söhbəti deyil. Bizə köhnə suallar təqdim edilsin. Tamam, bunu başa düşdük. Sadəcə dövlət qulluğu sahəsində son aylarda o qədər dəyişikliklər, o qədər yeniliklər baş verib. Və bu yeniliklər hər hansısa bir ekspert çıxıb bizim kimi insanlara müzakirəsi, debatı etməlidir deyə düşünürəm. Ona görə də mən bu təklifi Dövlət İmtahan Mərkəzinə bugünəm ünvanlamışam və müsbət nəticənin mənə geri dönüş edəcəyini gözləyirəm. Və bugün dediyim kimi, Dövlət İmtahan Mərkəzinin Dövlət Qulluğunun test imtahanında çətin sualların salmasının ekspertlər o sualları tərtib edərkən nəyə görə çətin suallar tərtib elədi? 1. Test imtahanında müəllimlərə qarşı mövqeyi, hansı ki mən düşünürəm ki, demin bu barədə müəllimlərə qarşı mənfi mövqeyi var, repetitorlara, müəllimlərə, hazırlıq keçən müəllimlərə qarşı hər hansısa bir düşünürəm ki, mənfi hərəkətlər edirlər. Və bu hərəkət edirlərsə də əvvəlcədən məlumat da vermirlər ki, sizə qarşı bu hərəkət edəcəyik, yalanla test imtahanına gedirsiniz, amma pulunuzu yalan tökürsünüz, sizə köhnə suallar təqdim edəcəyik. Dövlət qulluğu haqqında qanunda, korrupsiyaya qarşı mübarizə haqqında qanunda və eyni zamanda digər qanunlarda edilmiş dəyişikliklər barədə və qeyd etdiyim kimi dövlət qulluğunun test və müsahibə mərhələsində ümumiyyətlə sözümüzü ümumiləşdirsək, yəni çox söz demək istəyirəm. Əslində mənim başa düşən artıq düşdü. Çox söz deyə bilərəm. Uzun sözün qısası, dövlət qulluğunun test və müsahibə mərhələsində baş verən yeniliklər, baş verəcək yeniliklər, Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu sahəsində yürütdüyü siyasəti mən Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu şöbəsinin bir əməkdaşından, bir şöbə müdirinnənmi, müavinnənmi, əməkdaşındanmı, səlahiyyətli və ya Dövlət İmtahan Mərkəzinin hər hansı bir səlahiyyətli nümayəndəsindən mənimlə bərabər müzakirəsini istəyirəm. İndi suallar çoxdur əlbəttə ki, əgər bu baş verərsə, sizin suallarınız nədirsə, mən sizin suallarınızı da alacağım, özümdə qeyd edəcəm və həmin şəxsə də ünvanlayacağım. Dövlət qulluğu müsahibə mərhələsində Dövlət İmtahan Mərkəzinin bəzi rolları var. Bu rollar nədən ibarətdir? Və yaxud da qeyd etdiyim kimi, bizim bir namizədimiz müsahibəyə gedir, bütün suallara cavab verir, qanunvericilikdən, dünya görüşündən, vəzifə proqramlarının 100 sualın
lap 5-ini keçirəm və ya 2-sini keçirəm. 95, 97-dən, yox 97-dən sonra sualına cavab verirsə, nəyə görə ona 14 bal verilir? Və ya verilirsə, nəyə görə Dövlət İmtahan Mərkəzi bu məsələni aydınlaşdırmır ki, bu şəxsə bu qədər suallar verilir, lakin gəlib nəticədə 14-13 bal verilir. Və Dövlət İmtahan Mərkəzi bu məsələni niyə aydınlaşdırmır ki, burada görən başqa məqamların varmı? Nəyə görə? Bu tipli məsələlər əlbəttə ki, geniş məsələlərdir. Bunların hər birisini mən sizin ekspertinizlə, sizin bir əməkdaşla söhbət etmək istəyirəm. Və bugünkü keçirilən bu rəzalət imtahanı haqqında sizinlə danışmaq istəyirəm. Mənim ən belə deyək də xoşum gəlməyən hadisə, ən pis hadisə ondan ibarətdir ki, bu tipli məsələlər üstü örtülü olaraq həyata keçirilir. Və mənim sizdən tələbim buna ibarətdir ki, əziz dövlət qulluğu, Dövlət İmtahan Mərkəzinin səlahiyyətli dövlət qulluğu sahəsinə baxan şəxsləri bu məsələlərə bir aydınlıq gətirəsiniz. Bu məsələlərə bir aydınlıq gətirəsiniz. Mən sizin və ya hər hansısa bir vəzifəli şəxsinizi təhqir və böhtan etmirəm. Mən dövlət qulluğu sahəsində Dövlət İmtahan Mərkəzinin yürütdüyü və həyata keçirdiyi imtahanı və ya sualları tənqid edirəm. Əgər mənim bu dediklərimi siz əks cavab vermək istəyirsinizsə və eyni zamanda mənim bu suallarıma cavab vermək istəyirsinizsə və yaxud da elə videonun əvvəlində qeyd etdiyim kimi sizə müraciət etmə müsbət baxarsınız və biz yaxın zamanda sizin əməkdaşla baş verən yenilikləri, bu dediklərimiz məqamların hamısını çay süfrəsində söhbət edə bilərik. Əziz dövlət qulluğunun test və müsahibə imtahanına hazırlaşan şəxslər, artıq bilirsiniz ki, vəziyyət nə yerdədir. Biz müəllimlər olaraq, mən öz üzərimə götürüm əsas, mən qanun müəllimi Cəsur Fətəlizadə olaraq gecə-gündüz əlimdən gələn hər şeyin ən yaxşısını edirəm ki, siz test və müsahibə mərhələsində yüksək nəticə əldə edəsiniz. Bir çoxlarınız mənim tələbəm deyil bu videoya baxan. Lakin mənim əsas məqsədim ondan ibarətdir ki, doğru istiqamətlə, doğru yerdə hazırlaşasınız. Doğru metodla hazırlaşasınız. Və sizə hər şey əvvəlcədən məlum olsun. Gedib imtahanda hər hansı bir sürprizlə qarşılaşmayasınız. Bunun üçün mən də əlimdən gələn hər şeyin yaxşısını edirəm və bugün baş verən bu rəzalət imtahanından sonra bu dediklərimi Dövlət İmtahan Mərkəzinə ünvanlamışam və bu canlı yayım vasitəsilə də sizlərdə çatdırmışam. Özünüzə mülayət olun, növbəti dərslərdə görüşəndək.